Zaman zaman ərazi iddiası, torpaq qalmaqalı, tikintidə təhlükəsizlik halları ilə bağlı kanalımıza çox sayda şikayətlər daxil olur. Məsələyə cavabdeh olan qurumlar isə bəzi hallarda məsuliyyəti boyunlarından atırlar. Elə Gəncə şəhər icra hakimiyyəti kimi. Bəli, düz anladınız. Növbəti şikayət Gəncədə səkini zəbt edilərək otel inşası ilə bağlıdır. Bir xəbər mediaya müraciət edən şikayətçilər bildirirlər ki, Gəncə şəhəri Rüzgar Qasımov küçəsi 60A ünvanında yerləşən torpaq sahəsi sahibkar Məmmədov Kərəm Məcidoğluna məxsusdur. Eyni zamanda sözgedən ərazi Qərb Region MMC-nin torpaq sahəsinə yaxın yerdə yerləşir. Kərəm Məmmədov burada otel inşa edir. 4 mərtəbəli layihə Gəncə şəhər icra hakimiyyəti tərəfindən qəbul olunub, təsdiq olunması üçün aidiyyatı üzrə göndərilib. Komitə sərəncamla layihəni təsdiq edib, sonra isə Gəncə şəhər icra hakimiyyəti tikintiyə icazə verib. İddialara görə layihə təhrif olunmuş şəkildə tərtib olunub. Layihədə Qərb Region MMC-nin sahəsi dövlətə məxsus boş ərazi kimi göstərilib. Layihədə nəzərdə tutulan tikintinin ölçüləri faktiki torpaq sahəsinin ölçülərindən üst-üstə düşmür. Torpaq sahəsi layihədə göstəriləndən 5 sot azdır. Yəni 10 sot torpaq layihədə 15 sot olaraq göstərilib. Layihələndirilmiş otel binasını 10 sot torpaqda tikmək mümkün olmayacağından əmin olan sahibkar məcbur olaraq Qərb Region MMC-yə məxsus torpaq sahəsi ilə ara məsafəsini gözləməyib, bundan əlavə isə şəhərin mərkəzi küçələrində yerləşən piyadalar üçün nəzərdə tutulan səkini zəbt edərək tikintiyə qatıb və artıq səki qazılıb. Bu həm vətəndaşların gediş-gəlişinə maneə yaradır, həm də Qərb Region MMC şirkətinin ərazisinə daxil olmanı çətinləşdirib. Sakinlər həyatlarını təhlükəyə ataraq demək olar ki, avtomobillərin intensiv hərəkət etdiyi yoldan istifadə edirlər. İcra hakimiyyəti, tikintiyə nəzarət edən qurumlar bu məsələyə göz yumurlar. Vətəndaşlar bildirir ki, aidiyyatı qurumlara edilən müraciətlərə baxmayaraq heç bir nəticə yoxdur. Ümid edirik ki, Məmmədov Kərəmin yaratdığı və vətəndaşları ciddi şəkildə narahat edən məsələ aidiyyatı qurumları da narahat edəcək və problem tezliklə həll olunacaq. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.